Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Hər zaman sizə bilirsiniz ki, bizim məhsullardan istifadə edən və bunu mənə səmimi şəkildə səs yazı və yaxud mesaj şəklində göndərən şəxsləri sizlərlə paylaşıram. İnsanlar bəzən bir dənə videoya, bir şəklə inanırlar. Birinin problemindən nəticə alan şəxsin özünə inanırlar. Buna görə də mən hər zaman nəticə alan şəxslərdən, düzdür, nəticə alan şəxslər məndə çoxdur. Yazırlar, mesaj, kommentlərdə yazırlar. Sadəcə bu insanlar özləri mənə xahiş edirlər ki, bunu paylaş ki, mənim kimi əziyyət çəkən insanlara dəstək ola bilim. Hal-hazırda səsi açın və bu möhtəşəm nəticəni dinləyin. Sonunda yenə də sizə bir məlumat verəcəm. Sırf bu nəticə ilə bağlı. Mən sizə çox böyük təşəkkür edirəm. Səbirlə, belə hövsələ ilə nə lazım oldu məlumatlar verdiniz. Çox sağ olun, var olun. Həqiqətən mən çox köməyini gördüm bu dərmanların. Əgər istəsəz, mənim səsimi də yaya bilərsiniz, paylaşa bilərsiniz. Yəni mən gördüm rəy verənləri, baxıram. Sizin bu preparatlardan istifadə edib, müalicə alıb sağlayan insanların bir də mənəm. Yəni çox inan Allaha şükür edirəm ki, nə yaxşı ki qarşıma çıxdı bu elanlar, gördüm. Düzü sizdən qabaq sizə demişdim, mən almışdım, amma orada mən müalicə kimi, kurs müalicə kimi götürməmişdim. Sadəcə 2 dənə preparat götürmüşdüm. Dizim ağrıdığı üçün, oynaqlarda problem olduğu üçün. Amma sonra sizi gördüm, sizdən tanış olduq. Çox sağ olun, var olun. Tövsiyələrinizi verdiniz. Hətta bəzən olurdu ki, mən deyirdim ki, biraz dərmanı məsəl üçün azalım, deyirdiniz ki, yox, bu kursu eləməsəz, yəni istədiyiniz nəticəni görməyəsiniz. Yəni mən də sizə inandım. Bu preparatları aldım, istifadə elədim vaxtında. Necə demişdinizsə, yəni nə olar, nə olmaz, hamısına riayət elədim. Şükür Allaha ki, çox yaxşı nəticəsini gördüm. Mənim dizlərimdə, belimdən də çox dizlərimdəki problem məni çox narahat edirdi. Mən piyada yol gəzə bilmirdim, dizlərim şişirdi, ağrı verirdi. Pilləkənlərə çıxa bilmirdim, qatdalaya bilmirdim rahat dizimi. Dizim ayağımın üstə dura bilmirdim. Yəni buna görə sizə çox təşəkkür edirəm. Hətta mən bu yaxınlarda gəzintiyə də getdim, dağda çıxdım. İnanın Allaha bir dənə mənim dizimdə problem olmadı. Bu günə çox şükür. Nə yaxşı ki sizi tanıdım. Çox sağ olun, var olun. Burada bir nüans var. Bunu mən sizə dönə-dönə demək istəyirəm ki, hər zaman mənə əlaqə saxlayan şəxslərə bir neçə məhsul mən məsləhət görəndə hər zaman deyirlər ki, yox, baha çıxdı və yaxud istəmirəm, mən sizə bir məhsul üçün əlaqə saxlamışdım, niyə mənə 2-3 məhsul yazdınız? Bax, xanım özü səsdə də etiraf edir ki, o da həmin problemdən əziyyət çəkib və mən bir dənə məhsul alım, 2 dənə məhsul alım. İkinci mərhələdə, ikinci kursda deyirdi ki, yox, 3 dənə məhsul yox, bu dəfə 2 dənə götürə bilim. Amma mən hər zaman ona deyirdim ki, buna başlamışıqsa, bu bir fəlsəfədir, bu bir təbabətdir və bunu başlamısınızsa düzgün qaydasına uyğun eləməlisiniz ki, nəticə alasınız və aylardan səbirli oldu, dediyimiz qaydada etdi, istədiyi məhsulları, seçdiyi məhsulları deyil, öz probleminə uyğun məhsulları biz tərəfdən götürdü və köklü şəkildə gözəl nəticə əldə elədi. Əgər siz də müxtəlif problemlərdən özünüz, ailəniz, uşaqdan böyüyə hər kəs kimdə hansı problem varsa, biodakı nömrələrlə əlaqə saxlayın. Hal-hazırda böyük kampaniyalarımız var, aksiyalarımız var. Yararlanın, ailənizin və özünüzün sağlamlığını Tibet təbabəti ilə qoruyun.